Burada da qol çəkir. Belə. Təbriklər, təbriklər. İnşallah sizlə bir aydan sonra görüşürük. Gəlirsiniz bura və nikahınızı rəsmiləşdiririk. Özü yəni bir aydan sonra? Bəli, bir aydan sonra. Hanım, axı, mən hərbiciyəm, cəbhəyə gitməliyim. Olmazmı ki, elə məsələni indi yerində həll eləyəsiniz? Qaydalar cavan oğlan hamı üçün eynidir. Qanun qızım sizə bir ay ona görə verir ki, gedirsiniz elə, yaxşı-yaxşı fikirləşəsiniz, düşünəsiniz, götür qoy eləyəsiniz, yoxsa... Xanım, qaydalar elə onları pozmaq üçündür. Bax, bu artıq şeydir. Sizi başa düşürəm. İnciməyin, amma bu bir aydan tez düzələn iş deyil. Yaxşı, bəs onda mən nə edeyim? Bəsdir də, Ələkbər. Deyirlər, bir aya deməli bir aya. Yaxşı, xanım. Bizim işimiz bitdi. Bəli. Biz gedirik, amma bir aydan sonra buradayıq. Gəl. Yaxşı. Axı, məncə, yaxşı, siz deyən olsun. Bir ay deyirsiniz, deməli bir ay. Sağ olun. Sağ olun. İnşallah demək lazımdır. Salam. Ay, aleyküm salam. Necəsiz xanım? Salam əleykum. Nə var, nə yox? Salam əleykum. Aleyküm salam. Dünən mən üzük seçmişdim ha. Üzük? Ha, belə nişan üzüyü. Yazısı da var idi. Hə, yadıma düşdü. Əlbəttə hazırdır. Dedim axı 5 dəqiqəli işdir. Buyurun. Hə, bax. Çox gözəl üzüydür. Necədir? Hoşuma gəlir? Doğrudan gözəldir. Özü də incədir. Bir dəqiqə xanım, bir dəqiqə. Hə, sağ ol. Bir dəqiqə. Bax, adını da yaz bir. Günel. Necədir? Hoşuna gəlir? Alırıq. Laf yaxşı. Çox sağ olun. Allah cibinizə bərəkət versin. Bəs mənim seçdiyim üzük? Üzük? Xanım, o üzük deyil. İncəsənət əsəridir. Əlbəttə, buradadır. Dünən bax, 2 müştəri düşmüşdü. Vermədim. Saxladım. Bir baxın. Görün necə sərif, incə işləyər. Siz onun bir brilyantlarına fikir verin. Elə belə brilyant deyil ha. Yakutiya brilyantıdır. Yerə düşsə də heç nə olan deyil, sınmaz. Deyirəm, heyf üstündə bax, belə yazı yoxdur. Xanım, siz nə danışırsınız? Heç bu cür incəsənət əsərini yazı ilə korlamaq olar, hə? Ha, qiyamət. Baxın. Mənim heç üzüyüm olmuyor. Doğrudan heç üzüyüm olmuyor. Olmayıb, indi isə var. Mənə bax. Gəlsənə üzükləri elə indidən tıxaq, hə? Nigahı gözləmədən. Hə? Bəs nigahda... Gör nigaha nə qədər var. Çıxar düzüyü ver mənə. Çıxar düzüyü ver mənə. Götür bunu. İndi üzüklərimizi bir də dəyişirik. Bir daha çıxartma bana. Səni sevirəm. Mən də. Allah sizi xoşbəxt eləsin. Sağ ol, sağ ol. Bu da pul, saymaya bilərsiz, artıqlanması ilədir. Allah cibinizə bərəkət versin. Hər şey görə çox sağ olun. Buyurun. Xoşbəxtsə mütləq olacaq. Sağ olun. Geddik. Sağ olun. İnşallah demək lazımdır. Ne oldu, alırsınız ya? Yok. Kızı? Yok, kırmızı. Gelirler, öpüşürle gelirler. Bir tane çorap da alırlar. Hele bir evləri, eşiləri yok tutmaq. Xəbəriniz var sizin, 7-ci dəfə dəyinizi dəyişirsiniz. Atalar elə məsləhət bilib də, deyir 7 dəfə ölç, 1 dəfə biç. Bilirsiniz, bunlar yaxşıdır, amma şalvarı biraz böyükdür. Dükkanın yanında dərzi var, verərsiniz yığdırar. Yox, ehtiyac yoxdur. Evdə mən kiçildərəm. Şkap kimi oturacaq əyniyə. Necə məsləhətdir?
Məncə bu. Yox, bu. Yox, bu. Hə, yaxşı bu. Bu daha gözəldir. Gözəl. Bilirsən, qonaq otağı üçün mebeli katalogdan seçmək olur, amma yataq otağı... Bağışlayın, biz bunu seçdik. Amma çox heyf ki, kataloqda onun yumuşaqlığını, rahatlığını hiss eləmək olmur. Buna görə narahat olma xanım. Bizdə bütün dəstləri, matrasları eynidir. Əgər yumuşaqlığına görə deyirsinizsə, mən həmin bu matrası indi sizə göstərə bilərəm. Sağ olar. Gəlin göstərim. Baxın xanım, həmin matras. Gözəl. Təmiz romanskadır. Razılaşdıq, 3 həftəyə gətirə bilərik. Mən bəyəndim. Mən də. Deyirəm, bəlkə buna sınaqdan keçirək. Necə yəni? Yəni bir baxaq, görək, nədir, necədir, yəni... Hə, yəni məsləhət sizin də özünüz baxın. Biz yalnız şad olarıq. Təşəkkür. Çox sağ olun. Sağ olun. Hə, necə idi? Yumşaq idi. Kim? Hə, qəşəng idi, xoşumuza gəldi. Alırıq. Nə qədər beh verməli? 1000 manat. Buyurun. Allah xeyir versin. Deməli, siz dediniz ki, 3 həftəyə gətirir, hə? Bəli, bəli. 3 həftə nə vaxta düşür? Bağışlayın. Bağışlayın. Bilmədən oldu. Təsadüfən oldu. Üzr istəyirəm. Deyirəm, bəlkə də onda da sındırdıq da. Yox, ehtiyac yoxdur. Sifarişiniz 3 həftəyə gələcək, gələrsiniz. Amma... Salla. Onda 3 həftədən sonra mən gəlirəm, mebelləri götürürəm. Salla, üzr istəyirəm. Bağışlayın da. Yox, önemliyik. Allah korusun sizi. Deməli gedirsən, hə? Hə, gedirəm. Gezməliyəm. Bəs nə vaxt qayıdırsın? Onsuz da elə bir ay vaxtımız var. O vaxta qədər qayıdıb gələcəm. Səni gözləyəcəm. Səni çox sevirəm. Mən də səni çox sevirəm. Bilirsən ağlıma nə gəldi? Nə? Gəl toyumuzu Xocalda eləyək, hə? Əla fikirdir. Doğrudan. Elə atam da onu deyir də. Bilmirsən Xocaldakı vəziyyəti nə var ya orada? Toyuqların, inəklərin, palçığın içində. Bir də atam ömründə razı olmaz. Onun dostları, tanışları, iş yoldaşları hamısı Bakıdadır. Bilirsən o gün nə eşitdim? Nə? Atam anama dedi ki, toyumuzda hətta nazirlər də olacaq. Amma Xocalı tək mənim vətənim deyil. Elə atanın da vətənidir. Düzdür, Bakı gözəldir. Amma doğma yurt ayrı şeydir. Doğma yurt. Elə kətan üçün də, kətan üçün də hamı öz doğma yurdunu seçir. Sağ ol da sənə. Bəs sizə pis şeylərdən danışdım. Mən yaz zat istəmirəm. Mən toy istəyirəm. Toy. Uzun və xoşbəxt ömür istəyirəm birlikdə. Və 3 uşaq istəyirəm. İkisi oğlan, biri qız. Necə fikirdir? Bəs birdən... Əgər ölsək,
Yatdığımız məzar elə bax burada. Bakıda olsun. Yatdığımız məzarı bilmirəm. Amma mən 10 uşaq istəyirəm. Səni də oradan səbirsizliklə gözləyəcəm. Bu uzun bir dövr olacaq mənim üçün. Bilirsən, hamısını saymışam. Deməli Nə? belə. Bir ay, 30 gün, 720 saat, 43.200 dəqiqə və 5 uşaq ən çoxu. Sus və məni ilə mübahisə eləmə. Bilirsən, vaxt elə tez ötüb keçib gedəcək ki, bir də görəcəksən ki, çox gəldim düz yanına. Düşəcəm düz sənin ovucuna. Heç elə deməyəcəm. Mübahisə də eləməyəcəm. Baxıb sənə məftun olacam gözəlliyinə. Sən də baxıb mənə fəxr edəcəksən qəhrəmanında. Tələsmə. Az qalıb. Lap az qalıb. Mənə bax, lap şairlər kimi danışdın. Mən şairəmsən. Oxşadı. Mənə bax. Ha? Soğuk oldu, gedək yavaş-yavaş. Ha? Doldur, boynu doldur. Rusların elə belə aylıq təlimi deyil. Görürsünüz aralarında nə qədər ermənilər var. Özə formalarından da bilinir ki, hamısı 366-cı heyətindən deyil. Sağda erməni könülləri, solda bax Ermənistandan gələn nayoniklər də deyəsən. Arzu. Texnikanın, məzanlı qüvvənin dəqiq sayı lazımdır. Artıq 2 rota əskər, 5 yaxın müxtəlif texnika görmüşəm. Elə bir rujdan da gəlirlər. Komandir, hava yavaş-yavaş ağarır. Gəl bu dağadan birini səfərliyə aparaq ştaba. Bugün axşam toyunda axı Bakıya getməliyik. Ya. Bizə Rus sabiti lazım. Niyə? Çünki bunların davası deyil. Biraz içirsək, hər şey asıb deyəcək. Bakı qaldı toya. Deyəsən toy Bakıda yox. Akşam burada olacaq. Görürsən, ora görürsən. Görürsən necə hazırlaşırlar? Allah köməyimiz olsun. Yaxşı, gəlini qaçırmağın vaxtı çatdı. Yura, sən mənimlə. Arzu, sən burada qalırsan. Və bizi daim nikanda saxlayırsın. Plandan kənar bir şey olsa, ikimizi də raskoda bıraxıb aradan çıxırsan. Rapşita, mən uşaqlarla qızlara ateş açmıram. Çoxdular. Hamısına gücümüz çatmaz. Yadınızda saxlayın. Burada gördüklərimizin hamısını ştaba çatdırmalıyıq. Əmrə tabi ol, əskər. Yaxşı. Yaxşı, darıxma. Hər şey yaxşı olacaq. Hə, bax. Gəlin əldən bıraxsaq, toy bizə tuturlar. Yallah. Yox.
будешь шуметь, то сможешь горлом пить, сука. Молодец. Вот и подружились. А теперь друзья идут писать в соседний огород. Beni yordu yıkamadı. Zorluqlar görən olmadı. Yox. Amma deyilənə görə adam işləyəndə ona elan da toxunmur. O işləyənlər üçün deyilməyim, su içənlər üçün deyilməyim. Savatdır. Əməliyyatı sağ-samalot qutardıq. Qaydan kimi fikirləyirik komandirin toyuna Bakı. Hə, komandir? Ay can, ay can. Toy, toy, toy. İlham xanım, kes. Tut qardaşının qolundan bərk. Gəl, gəl. Давай. А ты шевелись давай, ты сущий мальчик уже. Beni de böyle de bilir. Axı, o bizim kızımızın tay değil ki. Ama mənə qulaq asmadınız. Buyur, bugün toy günüdür. Ama bəy hələ yoxdur. Bilmirəm bu acınan evlərdən nə vaxtdan bəy oldular. Bəy, yox bir fındıq. Haradadır o? Haradadır? Xocalıda vətəni qoruyur. Vətən buradır, bura, Bakıdır vətən. Onun toy olan yeridir. Zarafat deyil. Bir anam adam çağırmışam. Ben bilmirəm, qız eviyəm yoxsa oğlan evi. Tədarik görmək lazımdır. Bunun əti var, balığı var, ikrası var. Oğlan evi parmağa vurmuyordu. Bir qəfilər də çıxmıyor. Ay kişi, niyə belə əsəbləşirsən? Axı onun kimi var? Özün bilirsən ki, atası, böyük qardaşı döyüşlərdə şəhid olublar. Bir ağ birçə anası var, bir də əli uşaqlı gəlinləri. Ondansa atasını, qardaşını qoruyaydı, gəlib heç olmasa bir əl ayaq verirdilər. Bir toya tədarik eləyən. Yaxşı da, ay kişi, yaxşı. Onlar mərd, möhkəm ailədir. Sən Allah, gör nə danışırsan? Nə danışıram? Nə danışacağım? Mən sənə neçə dəvə demişəm? Neçə dəvə demişəm ki, yumurtanı bərk bişirmə. Bərk şeyi mənim mədəm həzm eləmir. Elə bunlar hamısı mənə qalmışdı. O gərək burada olaydı. Tədarik görəydi. O Maskovski tuvara o gəp görək. Ay Ayaz, bir hövsələn olsun da. Hara tələsirsən? Səhərin gözü hələ indi açılır. Səhərin gözü indi açılır. Mən səni iki dəfə demişdim, ha? Neçə dəfə demişdim. Mən demişdim axı. Demişdim axı, bizim qızımız ona qoşulmamalıydı. Deyil, mənim dostum Artur. Şamiyan rayonunda prokurorluqda işləyir. Oğlu Seyran, qəşəng oğlandı. Nə olsun cavandı, bax, evi, eşiği, malı, mülkü, altında da maşını. Özü də universitetdə yurfaqda oxuyur. Daha bunun kimi veyil Xocalıda sülənmir. Amma siz bəyənmədiniz. Keçmir də bu evdə mənim sözüm. Keçmir bu evdə sözüm mənim. Sən çıxaq. Sağ ol, Məsən dayı. Sağ ol.
Salam Həsən. Salam. Nə xala, necəsiz? Yaxşı ol, valla yaxşı olasın. Xeyr ola, bu qoyun zadı nədir? Birdən mehriban, xeyir işladı ola xəbərimiz olmaz ha. Yox, ay qadanalım, yox. Bilirsən, dünən Gülbahar poçta bizim Mehribana deyib ki, sabah saat 9-da, yəni bugün sübhdən Ağdamdan bizə ordu gəlir, bizi xilas eləməyə. Deyirəm, kaş gələydilər. Bizi bax bu qara gündən, o qorxu içində yaşamaqdan azad eləyəydilər. Elə onları gözləyirlər, burada qadanalım. Ordu elə kəndə çatan kimi inşallah bunu qurban kəsəcəyik. Allah. Siz də iştirak edirsiniz. Allah qəbul edir. Gedək məscidə. Gedək. Allah qəbul edir. Gəl. Mən hələ də başa düşə bilmirəm ki, ermənilər Malbəyliini nətər aldılar. Onların bu qədər gücü yox idi. Cənab kapitan, ermənilərin Xocalda da yerli əhali arasında adamları var. Onların əli ilə bizim hərbi hazırlığımız barədə, sayımız barədə tam xəbər tutublar. Biz bunların lap ovcunun içindəyik. Bizim də ermənilər barədə məlumatımız var. Son 3 gündəki ratsiya ilə elə heç Sumqayıtın qısası, Xocalının alınması barədə danışırlar. Sonra da növbə Şuşa ilə Laçınındır. Şuşa alınmaz qaladır. Şuşanı əsrlər boyu heç kim ala bilməyib. Amma Xocalı... Uşaqlar, yenə deyirəm. Onların bu qədər gücü yoxdur. Amma Xocalıya nəzarət güclüdür. Mərkəzdən tez-tez əlaqə saxlayırıq. Deyirlər, narahatçılığa heç bir əsas yoxdur. Hər halda hücum gözlənilmir. İnşallah el olar. Şuna giren çıkarsa. Gel görüm. Komandir, görəsən, Rus qulağına pul verərlər, ha? Yox, brat. Rus kulağı sarı olur. Naxadı biləcəklər ki, erməni qulağıdır. Sana soruşu pul lazımdırsa, öz qulağını kəsib sata bilərsən. Baxın, oxşuyur ki. Bəsdir çərən nədir? Burada dururuq. Arzu, postadakı bizi. Hamıya belə qor. Niyə sən gələmirsən? Hanı belə gibi? Nə baş verir? Bəlkə ölmüsən. Yoxsa başqasını tapmısan. Bəlkə məni sevmirsən, hə? Dedə, nə olar? Bir zəng gəlir, xahiş edirəm. Gedər rədd ol həyatımdan. Məncə bu. Yox, bu. Yox, bu. Ha, yaxşı bu. Bu daha gözəldir. Gözəl. Bağışlayın. Biz bunu seçdik. Amma çox heyf ki, kataloqda onun yumuşaqlığını, rahatlığını hiss eləmək olmur. Buna görə narahat olma xanım. Bizdə bütün dəstləri, matrasları eynidir. Əgər yumuşaqlığına görə deyirsinizsə, mən həmin bu matrası indi sizə göstərə bilərəm. Sağ olasın. Gəlin göstərəm. Baxın xanım, həmin matras. Gözəl. Təmiz romanskadır. Razılaşsaq 3 həftəyə gətirə bilərik. Mən bəyəndim. Mən də. Hı? Deyirəm, bəlkə bunu sınaqdan keçirəm. Güzel. Yəni bir baxaq, görək, nədir, necədir, yəni. Hə,
Yəni məsləhət sizin də özünüz baxın. Biz yalnız şad olarıq. Təşəkkür. Çox sağ olun. İndi nə qədər istəyirsən zəng elə. Sənin zənglərin mənim lazım deyil. Что там, сержант? Где же этот гребаный Грачев? Товарищ мой, нет его нигде. Товарищ мой, разрешите доложить. Смотри, что я нашел. Что это? У наших таких нет. У армян тоже. Да и трава-то все помятая. Вот жопа. Так, сержант, срочно свяжи меня с Москвой. Быстрее, мать твою! Бля. Ha, bu uşaqlar harada qalı gəlib çıxmadılar. Komandir, deyilənlərə görə Xocalıya, Şuşaya hücum olunsa, Rusların Stepanakert-də yerləşən 366-cı polku da iştirak edəcək. Ermənilərin tərəfindən Ruslar... Birincisi Stepanakert yox, Xan kəndi. İkincisi də bizim başda oturanlarımızın Ruslarla çox gözəl, yaxşı münasibətləri var. İkranı, çaxırı, vagonlarla göndərirlər Rusiyyə. Erməninin nəyi var, ha? Gəl, heç nəyi. Yadında saxla, Rus bizim neftimizi bitirmək istəmir. Bax, elə ona görə də bizi əldən verməz. Gəl! Güzel zulay yoluşkamadı. Gel. Hoş geldin. Biz az evvel yoluşkamada mevzu edeyim. Ameliyat uğurla başa çattı. Dil tutmuşuk. Ne dil ama? Dil danışır. Öyle de. Yaxşı, azadsız. Gel otur, gel. Yürü. Götür silahı. Onun için. Yoldaş olun. Larcayı qurublar. Ağır texnika yerləşdirirlər. Özdə geyimlərindən bilinir ki, Anfüzü 66-cının heyətindən deyil. Алло, Kimdir? Ну, здравствуйте, уважаемый. Бутыркин на связи. Как идут дела? Зачем вы звоните на мой домашний номер? Вы что, не понимаете, что делаете? Я-то прекрасно понимаю. А вот вы понимаете, что вы там делаете? Я что делаю? Я сплю. Ночью все люди спят. Во-первых, уже давно утро, а во-вторых, ваши там в Ходжалах украли одного нашего офицера. Нехорошо поступаете. Надо бы положить на место. Что вы говорите? Кого украли? Слушайте, не звоните на мой домашний телефон. Это очень опасно. Особенно сейчас. Если кто-то узнает, знаете, сколько будет проблем. Не гоже без 5 минут президенту так бояться своего же народа. Короче, любезнейший, времени в обрез. Этого нашего офицера надо убрать с поля боя немедленно. А как его убрать? А как он кверху? Ваша проблема. Кто насорил, тот и должен убирать. Кстати, хозяин вам передавал большой привет. Alo, yerindəsən? Bəli, bəy. Qışqırma, sakit. Qulaq as. Xocalıda bizimkilər hansısa Rus zabitini uğurlayıblar. Təcili onu aradan çıxar. Amma çox diqqətli ol. İndi mən elə bu problem çatışmırdı. Baş üstə. Axı necə aradan çıxardaq? Azar necə, ağır necə. Orada hamı ilə dil tapırsan, nə yolla olur olsun, orusu oradan çıxardırsan. Başa düşdün? Başa düşdüm. Qulaq as. Akşam toya gideceğim. Gözde kulakta olun. Başa düştüm. Her şeyi geri çiğneyip ağızlarına koyasın.
öz axılları yoxdur. А третий тост я хочу выпить за тех, кто погиб в Афгане. Я прошел весь Афган. Знаешь, сколько духов я положил вот этими вот руками? Хорошо. Ты лучше расскажи нам, зачем вы там так развернулись, а? У вас что, незапланированная дискотека, что ли, а? Че, бля? Меня за суку, что ли, держишь? Да я таких, как ты в Афгане, 7 на 1 штык нож насаживал. Валить? Ты что, мужик, творишь? Это же моя рука, блин, нахрен. Все. Я не буду с тобой говорить. Пшел вон. Я буду говорить с товарищем капитаном. Ну давай, сынок, расскажи все по порядку. Батя, я все расскажу. Я все расскажу, потому что я пацифист. Я ненавижу войну. Я тракторист, а меня посадили на БМП. Как это низко и бестактно. Да ладно. Так. Я не предатель. Просто докладываю обстановку старшему по званию, капитану советской армии, в которой я и служу. Грачев, бля! Взял себя в руки! Встать! На плечо! Товарищ капитан, докладывай. Они хотят захватить Ходжалинский аэропорт. В ночь с 25 на 26 будет крупномасштабная операция. Тебя в общем. А зачем им аэропорт? Они должны перевозить оружие и людей. Им нужно захватить еще несколько городов. А без Ходжалов нельзя. Сложно без Ходжалов. Ну ладно, давай выпьем за Ходжалы. Давай. А вы зачем в этом участвуете? Зачем 366-й полк в этом участвует? Ведь у нас с Россией хорошие, дружеские отношения. Товарищ капитан, вот тебе крест. Я понятия не имею, что там творится. Знаю только то, что оружие привозят из России матушки. Откуда же мы взяться? Только из России. Но мы вас любим. Я азербайджанцев люблю больше самого себя. Я так и сказал своему майору. В атаке на аэропорт участвовать буду. В мародерстве тоже могу принять участие. Ну что-то есть там, что-то другое. Ну, понимаете, да? То я участвовать не буду. Ну, только если случайно кого-нибудь... Soyuq evim istili gözləyir, qar yağır. Qarabağ qara, divar uçur, amma ev dayanır, ehtiyac var, möhkəm hasara. Cavan komandir səylər göstərir, ordunu kökləyir zəfərə. Güller silahda göz hedefi seçir, ihtiyaç var keskin karara. Gelin döney eve, bir de yandırak odumuzu. Gelin döney eve, isidey ana yurdumuzu. Bu torpaq bizim olup mənasız savaşlardan qabaq. O öləcək işsizlikdən soğuk. Gəlin onu qaytar.